Salam değerli dostlar. Bugün size kürtün altına yumurta qatmağı göstərəcəm. Bu bizim kürtümüz. Hansı səbəbdən bilmirəm, yaxşı hissə də bilmədim yoxsa nəyə görə kürtümüz uğursuz nəticələndi. Vaxtı bitdi, amma balaları çıxmadı. Ona görə də ona belə 20 ədəd cücə almışıq, altına qatacaq. Bismillah. Ya Allah. Belə dostlar, kürtün altına balalarını qatdıq. Bu kürtüm keçən ildə 2 partiya bala çıxardıb böyütmüşdü. Ondan bilirəm ki, bunun altına əlavə cücə qoyanda qəbul edir, götürür. Yəni gördüyünüz kimi gecə cücə qoymaq, gündüz cücə qoymaq fərq eləmir. Yəni o kürtün xasiyyətindən asılıdır. O bir tərəfdə başqa bir kürtüm var, ona gecə balaları qoydum, səhər durub hava işıqlananda balaları gördü, döydü. Qəbul eləmədi. Amma bu səssiz, sakit balaları qəbul edir. Bir-bir balaları altına alır. 20 dənə yetimi analı elədik. Balasız qalan ananı balalı elədik. Maşallah. Dostlar, o tərəfdə bir dənə Lohman Brown kürtüm var. Bu cücələri həmin kürt qəbul eləməmişdi. 2 gün sonra bu kürtün özünün cücəsi çıxdı. Mən də həmin cücələri də gətirdim, bunun altına qatdım. Və bu qəbul elədi, heç bir problemsiz altına aldı balalarını. Gül kimi də baxır balalarına. Yəni deyirlər dostlar, gecə vaxtı cücəni qoy, iyi hopsun, sonra qəbul eləyəcək, nə bilim. Gündüz qoyanda görür, bilir öz balaları döy, qəbul eləmir. Yəni toyuğun xasiyyətindən asılıdır əslində o. Bax, nə vurmur balaları, nə incitmir. İstəyən altına girir, altında yatır. İstəyən çöldə dayanır. Maşallah. Ana belə ağıllı olanda balalarını da rahat baxır, qəbul edir, bəsləyir. Bax, balalar hələ onun saqqalını dimdikləyir. Onu da incitmir hələ. Bu da bizim serebrislərimiz, fərələr. Amma ana belə dəl olanda öz balasından başqasını baxmaq istəmir, qəbul eləmir. Bir də belə yem qavuzat qoyunda dağıdır, tökür. Bax, bu kürt gündüz qoydum, götürmədi. Sonra yoxladım, gecə qoydum altına. Yenə də götürmədi. Elə özü 6 dənə çıxartdığı bala onlarla gəzir və salam. Əlavə bir dənə də olsa götürmədə. Dəyərli dostlar, yəni dediyim kimi boş bir şeydir. Ay gecə qoy cücəni götürəcək, ay gündüz qoy götürəcək. Boş-boş söhbətlər damısı. Heyvan əgər xasiyyəti yaxşıdırsa, o həm kürt yatanda da yaxşı yatacaq, həm də ki qoyduğun cücələri də götürəcək. Və misal üçün kürt var ki, yerini dəyişirsən, durur, çıxır, gedir, başlayır, yumurtlayır, eləyir, yatmır. Mən bunu da yerini dəyişmişəm, o kürdlərini də yerini dəyişmişəm, hamısının yerini dəyişmişəm. Axıra kimi də yatıblar. Dəyişib sonra yumurta qoymuşam da, yəni ki narahat eləyən olmasın. Belə dəyərli dostlar, belə bir məlumatı sizinlə bölüşmək istədim. Əgər məlumat xoşunuza gəldisə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.